Qubanın mərkəzinə addımlayan hər kəs bir anda özünü iki küçənin, Şəhriyar və Ərdəbilin qovuşduğu nöqtədə dayanmış tapır. Burada sanki şəhərin nəfəsinin altında gizlənən bir tarix yaşayır. Çuxur Hamam. Bir əsrin deyil, bir neçə əsrin yükünü çiyinlərində daşıyan bu abidə Qubalların yaddaşında müxtəlif adlarla iz qoyub. Çuxa Hamam, Günbəzli Hamam, Bəkir Hamamı, Məşədi Əlmərdan Hamamı. Qırmızı kərpiclərinə görə isə onu çox vaxt Qırmızı Hamam da adlandırıblar. Rəvayətə görə hamam 19-cu əsrdə tacir Bəkir tərəfindən inşa etdirilib. Lakin bu məkan təkcə bir tikili deyil. Həm Qubanın keçmişini açılan bir pəncərə, həm də şərq memarlığının incisini özündə əks etdirən tarixi bir məkandır. Biz də indi bu abidənin qapısını açıb, keçmişin buxarından, günbəzin səssiz əks sədasından, kərpiclərin yaddaşında gizlənən sirləri bir daha eşitmək üçün hamama daxil oluruq. 6 otaq, 2 giriş qapısı, 6 pəncərə və 9 metrlik günbəzlər, hər daşın altında bir hekayə yatırmış kimi. Lakin bu abidənin yaddaşı yalnız xoş günlərlə dolu deyil. 1918-ci ilin qanlı hadisələri zamanı erməni dəstələrinin Qubada törətdiyi soyqırımın acizləri bu hamamın divarlarında da qalır. İnsanların buxarda boğulması və cəsədlərin çalaya atılması tarix kitablarının deyil, məhz bu məkanın içində susaraq danışan bir faciədir. Zaman irəlilədikcə Çuxur Hamam dünyanın məşhur adlarının da yolüstü dayanacağına çevrildi. Fransız yazıçısı Alexandre Dumas Qafqaza səyahəti zamanı buraya baş çəkib. 1985-ci ilə qədər təyinatına uyğun fəaliyyət göstərən bu hamam kanalizasiya xəttinin tutulması səbəbindən uzun müddət susmağa məcbur olur. Amma abidənin nəfəsi heç vaxt tam kəsilmir. 1986-1987-ci illərdə aparılan təmir, daha sonra 2016-cı ildə ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə görülən əsaslı bərpa işləri onun ömrünə yeni bir səhifə açır. 2018-ci ildə yenidən bərpa olunan hamam qapılarını tarixsevərlərin, turistlərin və memarlıq həvəskarlarının üzünə açır. Qeyd edək ki, Günbəzli Hamam Mədəniyyət Nazirliyinin tabeçiliyində olan mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin nəzarəti altında yerli əhəmiyyətli tarixi abidə kimi qorunub saxlanılır.